Vaxt itirmədən 26 yanvar 2 fevral həftəsi üçün həftəlik bürc proqnozlarına dərhal Qoç bürcü ilə başlayaq. Əziz Qoç və yüksələn Qoçlar, bu həftəyə maddi məsələləri mərkəzə alaraq başlayırsınız. Pul qazanma üsulunuz, əldə etdiyiniz gəliri necə idarə etdiyiniz və uzun müddətli maddi təhlükəsizliyi necə təmin edəcəyiniz bu günlərdə sizin üçün daha da önəmli olur. Xüsusilə davamlı və dayanıqlı qazanc yaratmaq əsas hədəfinizə çevrilə bilər. Əgər gözlədiyiniz bir ödəniş varsa, bu pulu necə dəyərləndirəcəyinizlə bağlı peşəkar və ya təcrübəli insanlardan məsləhət almaq çox yerində olacaq. Bu həftə enerjinizi israfçı şəkildə istifadə etmək əvəzinə daha balanslı və şüurlu davranmaq istəyəcəksiniz. Əlinizə pul keçsə belə, əvvəlcə ehtiyaclarınızı qarşılamaq, sonra isə sizi xoşbəxt edən və gücləndirən sahələrə yönəlmək istəyə bilərsiniz. Göy üzü sizə xərclə yox, idarə et deyir. Neptunun Qoç bürcünə keçməsi ilə həyatınızda yeni bir dövr başlayır. Qarşıdakı illərdə nəyi xəyal etdiyinizi, nəyi ideallaşdırdığınızı daha aydın görməyə başlayacaqsınız. Xüsusilə şəxsi sahənizdə yaradıcılığınız artarkən, xəyal gücünüz də xeyli güclənə bilər. Ancaq bu müddətdə sərhədləri aşmaq, hadisələri və ya insanları olduğundan fərqli görmək riski var. Xüsusilə mart ayında doğulan Qoçlar və yüksələni, ilk dərəcələrdə olanlar bu təsiri daha güclü hiss edə bilərlər. Bəzən istiqamətinizi itirmiş kimi hiss edə, nə etməli olduğunuzu dəqiqləşdirməkdə çətinlik çəkə bilərsiniz. Belə anlarda intuisiyanıza qulaq asmaq faydalı olacaq. Ağlınıza gələn fikirləri, gördüyünüz yuxuları və tez-tez qarşınıza çıxan insanları qeyd etmək bu dövrdə sizə ipucları verə bilər. Ancaq nə özünüzü, nə də başqalarını həddindən artıq ideallaşdırmayın. Realist yanaşma bu prosesdə ən güclü bələdçiniz olmalıdır. Yaradıcı sahələrə yönəlmək, sənət və ya istehsal yönümlü işlərlə məşğul olmaq ruhunuza yaxşı təsir edəcək. Sağlamlıq baxımından isə xüsusilə baş, boyun və stresslə bağlı narahatlıqlara diqqət edin. Həddindən artıq yüklənmə, yuxusuzluq və gərginlik bədəninizi yorğun sala bilər. Mars və Plutonun təsiri sosial çevrənizi xeyli hərəkətləndirir. Dostlarınızla daha çox vaxt keçirmək istəyə bilərsiniz. Lakin bəzi insanlar üzərinizdə təzyiq yaratmağa, sizi yönləndirməyə və ya manipulyasiya etməyə çalışa bilər. Belə hallarda reaksiyalarınız sərtləşə bilər. Mümkün mübahisələri böyütməmək, sakit qalmaq və hər kəsin çətin bir dövrdən keçdiyini xatırlamaq sizi lazımsız böhranlardan qoruyacaq. Onsuz da bir neçə gün sonra Merkuri və Veneranın harmonik təsiri mühiti yumşaltmağa kömək edəcək. Göy üzü bu həftə sizi dayandırmır, amma sürətinizi daha şüurlu istifadə etməyə çağırır. Günəşin Dolça bürcündə irəliləməsi ilə diqqətiniz fərdi istəklərdən çox, gələcək planlara, sosial çevrəyə və uzun müddətli hədəflərə yönəlir. Artıq təkcə istəmək deyil, necə və kimlərlə irəlilədiyiniz önəm qazanır. Daxili impulslarla deyil, strateji addımlarla hərəkət edən bir Qoç profili ön plana çıxmalıdır. İş və karyera həyatında yaşanan yavaşlamalar itki demək deyil. Gözlədiyiniz xəbərlər gecikə, bəzi layihələrin nəticələri uzana bilər. Rəhbərlərinizdən və ya avtoritet fiqurlardan dəqiq cavab almaqda çətinlik çəkə bilərsiniz. Bu həftə israr etməkdənsə, səbirli olmaq daha qazanc gətirəcək. İş dəyişikliyi, yeni ortaqlıqlar və ya böyük imzalar üçün hələ uyğun zaman deyil. Hazırlıq görmək üçün doğru dövrdəsiz. Maddi mövzularda kiçik, amma şüurlu addımlar böyük risklərdən daha faydalı olacaq. Ani xərclərə diqqət edin. Haqq etdim deyərək edilən emosional alış-verişlər sonradan peşmanlıq yarada bilər. Nəzarətli investisiyalar və uzun müddətli planlar bu dövrdə daha səmərəli işləyir. Unutmayın, böyümək hər zaman risk almaq deyil, düzgün idarə etməklə mümkündür. Sevgi və münasibətlərdə isə hava yumşalır. Venera və Yupiterin dəstəyi ilə daha isti, anlayışlı və səmimi bir atmosfer yaranır. Danışılmamış hisslər gündəmə gələ, barışmalar və yenidən bir araya gəlmələr mümkün ola bilər. Bu həftə mən deyil, biz deməyi öyrənmə zamanıdır. Münasibəti olanlar güvən, sədaqət və gələcək planlarını müzakirə edə bilərlər. Subay Qoçlar üçün isə dost çevrəsində və ya sosial mühitlərdə gözlənilməz tanışlıqlar diqqət çəkə bilər. Qəlbiniz cəsur olsun, amma nəzarəti əldən verməyin. Ailə daxilində keçmişdən gələn bir mövzu yenidən gündəmə çıxa bilər. Bir böyüyün sözləri sizi düşündürə bilər. Bu həftə müdafiəyə keçmək əvəzinə dinləmək düşün. Əziz buğa və yüksələn buğalar.
Həftəyə girərkən, bu həftə həqiqətən fərqlidir dedirdəcək bir enerji ilə qarşı-qarşıyasınız. Zaman sürətlə axacaq. Günlər su kimi keçə bilər. Öz istəkləriniz, gözləntiləriniz və daxili ehtiyaclarınız hər zamankından daha çox ön plana çıxır. Əgər dəstək axtarırsınızsa, kömək istəməyə açıqsınızsa, bu həftə gözlədiyinizdən qat-qat asan şəkildə qarşılıq görə bilərsiniz. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi ilə birlikdə qarşıdakı 12 illik çox önəmli bir dövr başlayır. Bu müddətdə Neptun daha çox sizin arxa planda qalan, taleyüklü və şüuraltı sahələrinizi aktivləşdirəcək. Daxili dünyanızda fərqinə varmadığınız bir yaradıcılıq, güclü sezgilər və ruhani dərinlik üzə çıxa bilər. Səssizcə irəliləyən işlər, gizli şəkildə böyüyən layihələr və ya yalnız sizin bildiyiniz xəyallar zamanla böyük məna qazana bilər. Bacarmaram, məndə o istedad yoxdur dediyiniz sahələrdə, xüsusilə yazmaq, çəkmək, istehsal etmək, sənət və yaradıcılıqla bağlı işlərdə gözlənilməz açılımlar yaşaya bilərsiniz. Bu proses sizə ilham verərkən, eyni zamanda ruhunuzu da qidalandıracaq. Ancaq Neptunun kölgə tərəfini də unutmamaq lazımdır. Bəzən özünüzü və ya başqalarını həddindən artıq ideallaşdıra, bəzi vəziyyətləri olduğundan fərdli qavraya bilərsiniz. Xüsusilə xariclə bağlı işlər, uzaq planlar və ya başqa ölkədə yaşamaq düşüncəsi gözünüzdə lazım olduğundan artıq böyüyə bilər. Realizm ilə xəyal gücünü balansda saxlamaq bu dövrün əsas açarı olacaq. Göy üzü bu həftə sizə açıq mesaj verir. Dayan, düşün və yenidən qur. Bu bir böhran həftəsi deyil, bir yenilənmə mərhələsidir. Günəşin Dolça bürcündə irəliləməsi sizi uzun müddətli hədəflərə, karyera planlarına və gələcəkdə harda olmaq istədiyinizə fokuslayır. Merkuri zehni hesablama etməyə sövq edərkən, ay dövrü sezgisel bir aydınlıq gətirir. Eyni şeyləri edib fərqli nəticə gözləməyin vaxtı deyil. Mars və Plutonun sərt təması xüsusilə iş həyatında, karyera sahəsində və kalabalıq mühitlərdə daha ehtiyatlı olmalı olduğunuzu göstərir. Cəmiyyət içində ani reaksiyalar vermək, xırda bir mövzunu böyütmək və ya gücü yanlış istifadə etmək riski arta bilər. Rəhbərlər, patronlar və ya avtoritet fiqurlarla münasibətlər düşündüyünüz qədər rahat irəliləməyə bilər. Buna görə mübahisələrdən, lazımsız güc savaşlarından və riskli vəziyyətlərdən uzaq durmaq ən sağlam seçim olacaq. Eyni təsir ailə münasibətlərində, xüsusilə ana tərəfi və ailə böyükləri ilə olan əlaqələrdə də hiss oluna bilər. Bu həftə haqlı çıxmağa çalışmaqdan çox, sülhü qorumaq sizə daha çox qazandıracaq. Merkurinin Venera ilə harmonik təması danışaraq həll etmə, fərqindəliklə hərəkət etmə və doğru zamanda doğru addım atma fürsəti yaradır. Gərginliklər düzgün idarə olunarsa, qalıcı və qurucu nəticələr doğura bilər. İş və karyera mövzularında hər şeyi özüm edərəm refleksi aktiv ola bilər. Lakin göy üzü bu həftə tək qəhrəman deyil, komanda oyunçusu olmağın qazandıracağını deyir. İş yoldaşları ilə fikir mübadiləsi aparmaq, məsuliyyətləri bölüşmək və koordinasiyanı gücləndirmək uzun müddətdir tıxanan bir mövzunun açılmasına səbəb ola bilər. Yenilikçi, amma davamlı həllər tapmaq mümkündür. Maddi məsələlərdə isə impulsiv xərclərə diqqət yetirin. Sonra baxaram dediyiniz xərclər böyüyə bilər. Xərcləmək yox, idarə etmək zamanıdır. Ev, sağlamlıq və ya zövq məqsədli alış-verişlər büdcənizi sıxa bilər. Kiçik, amma müntəzəm yığımlar uzun müddətli perspektivdə sizi çox daha güclü edər. Sevgi həyatında ani reaksiyalardan uzaq durmalı olduğunuz bir həftədəsiz. Marsın sərt təsiri yanlış anlaşılmalara və lazımsız incikliklərə səbəb ola bilər. Münasibəti olan buğalar üçün mübahisələri böyütməkdənsə, hissləri doğru sözlərlə ifadə etmək münasibətdə hər şeyi dəyişə bilər. Subay buğalar üçün isə sürətlə başlayan əlaqələrdən çox, yavaş, amma güvən verən bağlar daha qalıcı olacaq. Bu həftə sevgi səskü ilə deyil, sabitliklə böyüyür. Ailə və yaxın çevrədə keçmişdə danışılmış bir mövzu yenidən gündəmə gələ bilər. Bu dəfə daha yetkin, daha empatik yanaşma fürsətiniz var. Empati qurduqca münasibətlər yumşalar, qarşılıqlı etimadı daha asanlıqla formalaşdıra bilərsiniz. Sağlamlıq baxımından boyun, çiyinlər,
və boğaz bölgəsi həssas ola bilər. Zehni yorğunluq bədəndə tutulmalara səbəb ola bilər. Nəfəs məşqləri, yüngül idman və təbiətlə təmas bu həftə sizə çox yaxşı təsir edəcək. Həftə sonu, imkan varsa, sakitlik, torpaq. Əziz əkizlər və yüksələn əkizlər, bu həftə bir qədər geri planda qalmağı seçə bilərsiniz. Böyük işlərə girişmək, hər şeyə eyni anda çatmaq istəyi aşağı ola bilər. Zehninizdə bəzi mövzular olduğundan daha böyük görünə bilər. Buna görə özünüzü və şərtləri çox zorlamamağınız vacibdir. Həftənin ilk yarısında yavaşımaq sizə yaxşı təsir edəcək. Çərşənbə və cümə axşamından etibarən isə külək tədricən sizin tərəfinizə dönür. Həyatın tempi yenidən sürətlənməyə başlayır. Həftə sonu isə alış-veriş, evlə bağlı düzənləmələr və ailə mövzuları ön plana çıxa bilər. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi ilə birlikdə uzun müddətli bir dövr başlayır. Qarşıdakı 12 il ərzində Neptun sosial çevrənizi və dostluq sahələrinizi təsirləndirəcək. Bu müddətdə həm insanların arasında olmağı istəyə, həm də zaman-zaman tək qalmaq ehtiyacı hiss edə bilərsiniz. Bəzi dostluqları həddindən artıq ideallaşdırdığınızı və ya bəzi insanlara gözünüzdə olduqlarından daha böyük dəyər verdiyinizi fərq edə bilərsiniz. Sosial çevrə ilə görülən işlərdə yaradıcılıq artsa da, yanlış yönləndirilmə riski də paralel olaraq yüksəlir. Buna görə qarşıdakı illərdə dostlarınızdan gözləntilərinizi real tutmaq və eşitdiklərinizi dərhal doğru qəbul etməmək vacib olacaq. İşdən əldə edilən gəlirlər mövzusunda da diqqət çəkən inkişaflar gündəmə gələ bilər. İlk mərhələdə bəzi qeyri-müəyyənliklər yaşansa da, xəyal gücünüzü düzgün istifadə edib, daha realist addımlar atdıqda gəliri artırmaq potensialınız güclənə bilər. Bu nöqtədə zamanla daha disiplinli hərəkət etmək sizə qazanc gətirəcək. Çərşənbə günü Mars və Plutonun sərt qarşılıqlı təsiri aktivləşir. Bu enerji gücün yanlış istifadəsinə və ya kənardan gələn təzyiqlərə daha açıq bir mühit yarada bilər. Tanımadığınız yerlərdə, səfərlərdə, yolda və ya sosial mediada daha diqqətli olmağınız faydalıdır. Sizi yaxşı tanımayan və ya məsafəli olduğunuz şəxslərin təzyiqləri bu dövrdə daha yorucu hiss edilə bilər. Təhsil mövzuları, hüquqi proseslər və ya rəsmi işlər varsa, gözlənilməz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Buna görə gərginlikdən, mübahisələrdən və ani reaksiyalardan mümkün qədər uzaq durmaq ən sağlam seçimdir. Cümə axşamı Merkuri ilə Veneranın qurduğu harmonik aspekt sayəsində həftə içində yaşananları daha aydın dəyərləndirmək fürsəti tapacaqsınız. Yanlış anlaşılmalar danışaraq həll oluna bilər. Hadisələrə daha yumşaq bir nöqtədən baxa bilərsiniz. İşləri toparlamaq və tarazlığı yenidən qurmaq üçün cümə axşamı olduqca dəstəkləyicidir. Bu həftə əkizlər üçün ünsiyyət son dərəcə həlledicidir. Dediyiniz sözlər, yazdığınız mesajlar və qurduğunuz cümlələr uzun müddətli təsir buraxa bilər. Zehniniz aktivdir, ifadə gücünüz yüksəlib. Doğru sözü doğru zamanda tapmaq bacarığınız artır. Ancaq bu güc şüurlu istifadə edilməlidir. Eyni anda çox mövzu ilə məşğul olmaq dağınıqlıq yarada bilər. Görüşlər, yazışmalar və danışıqlar artarkən prioritet sıralaması etməsəniz, zehni yorğunluq hiss edə bilərsiniz. Göy üzü sizə deyir, hər yerə çatmağa çalışma, önəmliyə fokuslan. Maddi mövzularda yeni layihələr, əlavə gəlir fikirləri və ya gözlənilməz fürsətlər ortaya çıxa bilər. Lakin tələsik qərarlar və kifayət qədər araşdırılmadan atılan addımlar risk yarada bilər. Tələsmək yox, ağıllı hərəkət qazandıracaq. Sevgi və münasibətlərdə isə açıq ünsiyyət hər şeyi dəyişə bilər. Gizlədilən hisslər problem yaradar, açıqlıq isə rahatlıq gətirər. Münasibəti olan əkizlər üçün danışılmayan mövzular gündəmə gələ bilər. Açıq və dürüst yanaşsanız, bağlar möhkəmlənər. Subay əkizlər üçün isə zehni uyğunluq tutacaqları bir tanışlıq ehtimalı yüksəkdir. Bu həftə sevgi sözlə böyüyür, səssizlik yox, ünsiyyət qazandırır. Ailə içində yanlış anlaşılmalar yaşana bilər. Mən elə demək istəməmişdim. Tipli hallara qarşı sakit dil, empati və yumşaq yanaşma işləri asanlaşdıracaq. Haqlı çıxmağa yox, anlaşılmağa fokuslanmaq sizə daha çox qazandırar. Sağlamlıq baxımından zehni yorğunluq bədənə əks oluna bilər. Sinir sistemi, yuxu rejimi və stresin idarə olunması bu həftə önəmlidir. Mütəmadi hərəkət və balanslı qidalanma həm ruhən, həm də fiziki olaraq toparlanmağınıza kömək edər. Təhsil, kurslar, yazı, təqdimat, araşdırma və öyrənmə tələb edən bütün sahələrdə məhsuldar bir həftədəsiniz.
Yeni bir mövzuya başlamaq və zehni qidalandıracaq bir təhsilə yönəlmək üçün uyğun zamandır. Marağınızı boğmayın, əksinə, onun ardınca gedin. Çünki bu həftə sizə yol göstərəcək əsas qüvvə. Əziz xərçəng və yüksələn xərçənglər. Bu həftə sosial həyatınız olduqca hərəkətlidir. Dost çevrənizlə quracağınız planlar, görüşlər və təşkilatlar gündəminizi müəyyən edə bilər. Eyni zamanda maddi mövzular da önəm qazanır. Xüsusilə gözlədiyiniz bir ödəniş, bonus və ya gəlir varsa, onun takibini aparmaq faydalı olacaq. Maddi baxımdan kiçik detallar bu həftə böyük fərqlər yarada bilər. Neptunun Qoç bürcünə keçməsi ilə birlikdə uzun müddətli yeni bir mərhələ başlayır. Qarşıdakı illərdə karyeranız, peşə hədəfləriniz və cəmiyyət içindəki duruşunuzla bağlı güclü bir fərqindəlik qazanacaqsınız. Görəsən gördüyünüz iş sizə həqiqətən uyğundurmu? Hədəfləriniz sizi nə dərəcədə məmnun edir? Yaradıcılığınızı ortaya qoya bilirsinizmi? Bu sualların cavablarını daha aydın görməyə başlayacaqsınız. İlk mərhələdə iş həyatında bəzi qeyri-müəyyənliklər və ya çözülmələr yaşansa da, xəyal gücünüzü və sezgilərinizi daha fəal istifadə edəcəyiniz bir dövrə daxil olursunuz. Fevralın ortalarında Saturnun da bu sahəyə keçməsi ilə xəyal etdiklərinizi konkret addımlara çevirmək imkanı əldə edəcəksiniz. Ancaq bu uzun prosesdə diqqət mərkəzində olduğunuz sahələrdə evlilik, ailə böyükləri, həyat yoldaşınızın ailəsi və ya ananızla bağlı mövzularda zaman-zaman sınaqlardan keçə bilərsiniz. Buna görə həm emosional, həm də zehni baxımdan möhkəm dayanmaq önəmli olacaq. Həftənin ən diqqət tələb edən günü çərşənbədir. Mars və Plutonun sərt birləşməsi gərginliyi, ani reaksiyaları və nəzarətsiz çıxışları tətikləyə bilər. Bu təsir sizin həssas bir sahənizdə baş verdiyi üçün, xüsusilə izdihamlı mühitlərdə, riskli vəziyyətlərdə və aqressiv insanlardan uzaq durmağınız çox önəmlidir. Gözlənilməz hadisələr qarşısında niyə indi hissini yaşaya bilərsiniz? İctimai mövzulara və gündəmdəki hadisələrə verdiyiniz reaksiyalarda da ölçülü olmağa çalışın. Eyni zamanda həyat yoldaşınız və ya partnyorunuzla ünsiyyətdə yanlış anlaşılmalar yarana bilər. Xoşbəxtlikdən cümə axşamı Merkuri ilə Veneranın harmonik birləşməsi aktivləşir. Bu təsir yaşananlara daha sakit baxışla yanaşmağınıza, özünüzü doğru sözlərlə ifadə etməyinizə və pozulan tarazlıqları bərpa etmək fürsəti əldə etməyinizə kömək edəcək. Danışaraq, empati quraraq və tələsmədən irəliləyərək bir çox məsələni yumşalda bilərsiniz. Göy üzü bu həftə sizə bunu xatırladır. Həssaslığınız zəiflik deyil, düzgün istifadə edildikdə ən böyük gücünüzdür. Hiss etməkdən qaçmayın, amma duyğularınızın sizi dağıtmasına da icazə verməyin. Daxili yetkinlik, sərhəd qoymaq və emosiyaları idarə etmək bu həftənin əsas mövzularıdır. İş həyatında plansızlıq sizi çətin vəziyyətə sala bilər. Kiçik, amma kritik detallara diqqət etmək və addım-addım irəliləmək sizi xeyli rahatladar. Böyük risklər yerinə möhkəm bir sistem qurmağa fokuslanın. Maddi mövzularda qənaət və büdcə tənzimləməsi ön plana çıxır. Lazımsız xərcləri fərq edib kiçik tədbirlər görmək, gələcək dövrlərdə sizə böyük rahatlıq verə bilər. Əgər pul narahatlığı artırsa, bunu şuurlu planlama motivasiyasına çevirməyə çalışın. Münasibətlərdə isə dinləmək, anlamağa çalışmaq və sağlam sərhədlər qoymaq çox önəmlidir. Həddindən artıq fədakarlıq və ya hər şeyi paylaşmaq istəyi xəyal qırıqlığı yarada bilər. Münasibəti olan xərçənglər üçün bu həftə qarşı tərəfi düzəltməyə çalışmaq əvəzinə empati qurmaq daha yapıcı olacaq. Subay xərçənglər üçün isə həftə sonuna doğru isti və romantik bir qarşılıqlı təsir gündəmə gələ bilər. Unutmayın, bu həftə sevgi fədakarlıqla yox, tarazlıqla böyüyür. Ailə və yaxın çevrədə kimə nə qədər yaxın olmağınız lazım olduğu daha aydınlaşır. Hər kəsi daşımaq məcburiyyətində deyilsiniz. Bəzi yüklər sizə aid deyil. Bu bir qopuş yox, yetkinləşmə prosesidir. Sağlamlıq baxımından mədə, həzm sistemi və yuxu rejiminə diqqət yetirmək önəmlidir. Zehni yorğunluq bədənə əks oluna bilər. Ruhən isə psixologiya, şəxsi inkişaf və spiritual sahələrdə dərinləşmək sizə yaxşı təsir göstərəcək. Səhtə qalmaq əvəzinə içinizə dönmək və güc toplamaq bu həftə sizi bəsləyəcək. Həftə sonu öz istəklərinizə, qəlbinizi rahatladan söhbətlərə
və sizə yaxşı təsir edən mühitlərə yönəlmək istəyə bilərsiniz. Hisslərinizi inkar etməyin, amma hər kəsə də açmayın. Gözəl, fərqindəliyi yüksək bir həftə arzulayıram, əziz xərçənglər. Əziz şir və yüksələn şirlər. Bu həftə səhnədən tamamilə çəkilməyiniz pek mümkün görünmür. İstər işiniz və karyera hədəflərinizlə məşğul olun, istər biraz geri çəkilim deyin. Həyat sizi yenə də izdihamların, görüşlərin və hərəkətli mühitlərin içinə çəkəcək. İş həyatınızda, sosial çevrənizdə və ya ailə münasibətlərində daha görünən olacağınız, insanların diqqətinin üzərinizdə cəmləşəcəyi bir həftəyə girirsiniz. Ananızla və ailənizlə vaxt keçirmək, dostlarla görüşlər və ya həyat yoldaşınızın ailəsi ilə bir araya gəlmək də bu sıxlığın bir hissəsi ola bilər. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi ilə birlikdə gələcəyə baxışınızda yeni bir mərhələ başlayır. Qarşıdakı dövrdə təhsil, səyahət, ticarət, hüquqi məsələlər, media və xariclə bağlı mövzularda ilkin mərhələdə bəzi qeyri-müəyyənliklər və ya çözülmələr gündəmə gələ bilər. Mən nəyi xəyal edirəm? Hara doğru getmək istəyirəm sualları zehninizi daha çox məşğul edə bilər. Başlanğıcda tərəddüd yaşasanız da, 14 fevralda Saturnun da bu sahəyə keçməsi ilə qarşıdakı təxminən bir il yarım ərzində planlarınızı daha konkret və realist addımlarla həyata keçirmək fürsəti əldə edəcəksiniz. Neptunun bu keçidi sizi çox da yaxşı tanımayan insanlarla qurulan münasibətlərdə diqqətli olmağı xatırladır. Uzaqlar, yad insanlar, fərqli mədəniyyətlər və yeni mühitlər son dərəcə cazibədar görünə bilər. Lakin bu dövrdə hər şeyi olduğu kimi qəbul etməkdənsə, bir qədər ehtiyatlı olmaq sizin xeyrinizədir. Xəyallarınızın arxasınca getmək gözəldir, amma reallıqdan qopmadan irəliləmək daha önəmlidir. Əgər hüquqi prosesləriniz varsa, bu sahədə də çaşdırıcı hadisələr yaşana bilər. Detalları gözdən qaçırmamağa və yanıltıcı təsirlərə qarşı ayıq olmağa çalışın. Həftənin ən diqqət çəkən təsirlərindən biri Mars-Pluton birləşməsidir. Bu sərt enerji münasibətlər və ortaq işlər sahənizi hərəkətə gətirir. İş birliklərində, şəxsi münasibətlərdə, evlilikdə və ya ortaq işlərdə güc mübarizələri, inadlaşmalar və təzyiq mövzuları gündəmə gələ bilər. İnsanlarla təkbətək ünsiyyət sizi adi haldan daha çox yoracaq. Partnyorunuzla aranızda yığılıb qalan mövzular üzə çıxa bilər və ya qarşı tərəfin sizi sıxışdırmağa çalışdığını hiss edə bilərsiniz. Burada ən vacib məqam xırda məsələləri böyütməmək və hər şeyi güc savaşına çevirməməkdir. Xoşbəxtlikdən cümə axşamı Merkuri ilə Veneranın birləşməsi aktivləşir. Bu təsir göstərir ki, düzgün sözlərlə danışıldıqda və problemlər açıq ürəklə müzakirə edildikdə bir çox məsələ həll oluna bilər. Uzlaşma, xoş üslub və qarşılıqlı anlayış bu həftə sizə ciddi üstünlük qazandıracaq. Göy üzü eyni zamanda sizə bir liderlik xatırlatması edir. Görünürlük artdıqca məsuliyyət də artır. İş və karyera sahəsində rəhbərlərlə təmaslar, yeni tapşırıqlar, təkliflər və layihələr gündəmə gələ bilər. Bu, fürsətlərlə dolu bir həftədir. Amma uğuru paylaşmağı bacardığınız zaman nəticələr daha qalıcı olacaq. Doğru qurulan iş birlikləri həm maddi, həm də mənəvi baxımdan böyümə gətirə bilər. Gəlir artımı, bonus və ya müsbət geri dönüşlər mümkündür. Lakin plansız xərclərdən uzaq durmaqda fayda var. Sevgi həyatında isə cazibəniz yüksəkdir. Münasibəti olan şirlər üçün kiçik jestlər bağları gücləndirə, küslüklər yumşala bilər. Subay şirlər üçünsə isti, emosional və qəlbi canlandıran qarşılaşmalar gündəmə gələ bilər. Ailə və sosial mühitdə isə birləşdirici rolunuz ön plana çıxır. Olduğunuz məkanda enerjinizlə insanları bir araya gətirə bilərsiniz. Sağlamlıq baxımından ürək, qan dövranı sistemi və ümumi enerji səviyyənizə diqqət yetirməyiniz önəmlidir. Açıq havada hərəkət, yüngül idman və bədəninizi çox yormadan aktiv qalmaq həm ruhunuza, həm də bədəninizə yaxşı təsir edəcək. Həftə sonuna doğru bir qədər geri çəkilib dayanmaq, düşünmək və yaşananları dəyərləndirmək istəyə bilərsiniz. Dincəlmək, zehni toparlamaq və özünüzlə baş-başa qalmaq sizə yaxşı gələcək. Göy üzünün mesajı aydındır. İşığınızı azaltmayın, amma başqaları ilə yarışa da girməyin. Səhnə sizindir. Liderliyinizi, cəsarətinizi və yaradıcılığınızı doğru şəkildə ortaya qoyduqda həm özünüz,
həm də ətrafınız üçün ilhamverici bir həftəyə imza ata bilərsiniz. Gözəl bir həftə arzulayıram, əziz şirlər, əziz qız və yüksələn qızlar. Bu həftə xarici dünyadan gələn təsirlər olduqca nəzərə çarpan olacaq. Xüsusilə sosial media, rəqəmsal platformalar və ünsiyyət kanalları adi günlərdən daha çox diqqətinizi çəkə bilər. Əgər bir təhsil prosesindəsinizsə və ya yeni bir şeylər öyrənmək niyyətiniz varsa, bu həftə həmin mövzulara daha ciddi şəkildə fokuslana bilərsiniz. Uzaqlardan gözlədiyiniz xəbərlər, müraciətlər və ya görüşlərlə bağlı inkişaflar da gündəminizə daxil ola bilər. Həftənin ən önəmli səma hadisələrindən biri bazar ertəsi Neptunun Qoç bürcünə keçməsidir. Bu keçidlə birlikdə qarşıdakı 12 il ərzində ortaq gəlirlər, borclar, alacaqlar, miras, aliment, həyat yoldaşının qazancı və maliyyə paylaşımları sahəsində yeni bir fərqindəlik mərhələsinə daxil olursunuz. Pul mövzusunda nələri həddindən artıq ideallaşdırdığınızı, haralarda sərhəd qoymaqda çətinlik çəkdiyinizi və hansı nöqtələrdə lazımsız fədakarlıqlar etdiyinizi daha aydın görməyə başlayacaqsınız. İlk mərhələdə bəzi çözülmələr, qarışıqlıqlar və ya mən bunu belə görməmişdim dediyiniz vəziyyətlər yaşana bilər. Bu dövr xüsusilə miras, aliment və ya hüquqi maliyyə paylaşımları ilə bağlı mövzularda reallığı gözdən qaçırmaq riskini artıra bilər. Öz haqqınızı kifayət qədər müdafiə edə bilmədiyiniz və ya həddindən artıq xoşniyyətli davrandığınız sahələr gələcəkdə sizi düşündürə bilər. Eyni zamanda borc altına girmək, kiməsə zamin durmaq və ya böyük maliyyə vədləri vermək mövzusunda çox daha ehtiyatlı olmağınız gərəkən bir mərhələ başlayır. Doğru addımlar atıldıqda arzularınızı gerçəkləşdirmək şansı da var. Lakin bu sahə yanılmaya açıq olduğu üçün tələsik və ya emosional qərarlar risk yarada bilər. Neptunun bu sahədəki təsiri həyat yoldaşınızın və ya partnyorunuzun gəlirlərini də gündəmə gətirə bilər. Onun daha yaradıcı, ruhani, sənət yönümlü və ya kimya-petrokimya, spiritüel sahələr kimi fərqli sektorlarla bağlı fürsətlərlə qarşılaşması mümkündür. Bununla yanaşı, maliyyə məsələlərində reallıqdan uzaqlaşma ehtimalı da arta bilər. Buna görə, maddi qərarları birlikdə və şəffaf şəkildə müzakirə etmək önəm qazanır. Həftənin digər diqqət çəkən təsiri Mars-Pluton qovuşmasıdır. Bu sərt enerji həftəni bir qədər stresli və gərgin edə bilər. Xüsusilə qızlar üçün bu təsir daha çox iş mühitində və gündəlik həyatın içində özünü göstərəcək. Gündəlik qaça-qaçda, marketdə, yolda, uşağınızla bağlı işlərdə və ya çalışdığınız məkanda kiçik bir gərginlik sürətlə böyüyə bilər. Yanınızda çalışan insanlarla, kömək aldığınız şəxslərlə və ya iş yoldaşlarınızla yaşana biləcək xırda anlaşılmazlıqların nəzarətdən çıxmamasına xüsusi diqqət yetirin. Bu həftə gücü düzgün istifadə etmək, sərt çıxışlardan uzaq durmaq və ünsiyyəti kəsməmək çox vacibdir. Çünki ardınca gələn Merkuri-Venera qovuşması danışaraq, empati quraraq və doğru sözləri seçərək münasibətləri yumşaltmaq imkanı verir. Gərginlik yaşansa belə, düzgün yanaşma ilə vəziyyəti toparlamaq və balansı yenidən qurmaq mümkün olacaq. Göy üzü sizə aydın bir mesaj verir. Hər şeyi nəzarətdə saxlamaq məcburiyyətində deyilsiniz, amma dəyişən şərtlərə uyğunlaşmaq məcburiyyətindəsiz. İş həyatında ani tələblər, gözlənilməz tapşırıqlar və ya planlaşdırılmamış inkişaflar sizi çətinləşdirə bilər. Lakin çevik və praktik həllər tapsanız, bu vəziyyətləri fürsətə çevirə bilərsiniz. Komanda işi yükünüzü azaldacaq. Hər şeyi tək başına üzərinizə götürmək vərdişiniz isə sizi daha çox yoracaq. Maddi mövzularda bu həftə böyük risklərdən, ani investisiyalardan və lazımsız xərclərdən uzaq durmaq faydalıdır. Sevgi və münasibətlərdə isə həssaslıqlar və yanlış anlaşılmalar tez böyüyə bilər. Açıq ünsiyyət qurmaq, qarşı tərəfi tənqid etməkdənsə, anlamağa çalışmaq münasibətlərinizə yaxşı təsir edəcək. Subay qızlar üçün isə etibar hissi verən, yavaş, amma möhkəm irəliləyə biləcək bir tanışlıq gündəmə gələ bilər. Ailə və yaxın çevrə ilə bağlı olaraq da bunu dərk edə bilərsiniz. Hər yük sizin çiyinlərinizdə olmaq məcburiyyətində deyil. Dəstək olmaqla hər şeyi üzərinə götürmək arasındakı fərqi görmək bu həftə sizin üçün önəmli bir dərs ola bilər. Sərhəd qoymaq münasibətləri pozmaz, əksinə tarazlıq yaradar. Sağlamlıq baxımından əzələ gərginliklərinə, həzm sistemi və sinir yorğunluğuna diqqət yetirmək lazımdır. Dincəlmək, şəxsi qayğıya vaxt ayırmaq və zehni olaraq özünüzə məkan açmaq bu həftə tənbəllik deyil, yenidən qurulma deməkdir. Həftə sonu əziz tərəzi və yüksələn tərəzilər.
Həftəyə ortaq maliyyə mövzularının ön plana çıxdığı bir gündəmlə başlayırsınız. Bank əməliyyatları, kredit ödənişləri, borc alacaq balansı, kommunal xərclər və ya paylaşılmalı olan maliyyə məsuliyyətləri bu həftə zehninizi xeyli məşğul edə bilər. Pul mövzulu söhbətlər qaçılmaz hala gəlir və maliyyə tarazlığını qorumaq sizin üçün əsas mövzu olacaq. Həftənin ən önəmli səma hadisələrindən biri bazar ertəsi Neptunun Qoç bürcünə keçməsidir. Bu keçidlə birlikdə qarşıdakı 12 il ərzində münasibətlər, evliliklər, ortaqlıqlar və təkbətək bağlar sahəsində dərin bir fərqindəlik mərhələsinə daxil olursunuz. Münasibətlərdə nələri xəyal etdiyinizi, nələri ideallaşdırdığınızı və əslində nəyə ehtiyac duyduğunuzu daha aydın şəkildə sorğulamağa başlayacaqsınız. Bir münasibətdə həqiqətən axtardığınız şey romantika, hərəkət, güvən, yoxsa tarazlıqdır? Alma-vermə balansı sağlamdırmı? Bunların cavabını zamanla yaşayaraq öyrənəcəyiniz bir dövr başlayır. Neptunun bu təsiri yalnız emosional münasibətlərlə məhdudlaşmayacaq. İş ortaqlıqları və əməkdaşlıqlarda da qeyri-müəyyən sahələr yarada bilər. Sizə yaxınlaşan insanların niyyətlərini doğru oxumaqda bəzən çətinlik çəkə bilərsiniz. Qarşınızdakı insan həqiqətən sizinlə birlikdə irəliləməkmi istəyir, yoxsa sizdən faydalanmaqmı? Bu suallar qarşıdakı dövrdə tez-tez gündəmə gələ bilər. Buna görə xüsusilə müqavilələrdə, ortaq qərarlarda və verilən vədlərdə ehtiyatlı olmağınız vacibdir. Əgər subaysınızsa, bu dövrü niyə hələ də olmadı deyə özünüzü sorğulamaqla keçirməyin. Çünki 14 fevraldan sonra Satürnün də bu sahəyə keçməsi ilə xəyallarınızı daha konkret və davamlı hala gətirmə şansınız artacaq. Ancaq Neptun təsiri ilə bəzi həqiqətləri görməzdən gəlmə meyliniz də ola bilər. Buna görə sezgilərinizlə yanaşı məntiqinizi də işə salmağınız faydalıdır. Çərşənbə günü Mars və Plutonun qovuşması sevgi, flört və uşaqlar sahənizi hərəkətə gətirir. Bu təsir şəxsi münasibətlərdə gərginlik, güc savaşları və ya ani reaksiyalar yarada bilər. Həyatınızdakı insanla xırda mövzuların böyüməsinə, mübahisələrin sərtləşməsinə diqqət edin. Uşağı olan tərəzilər üçün də uşaqların bu həftə daha reaktiv və səbirsiz davranması mümkündür. İdmanla məşğul olanlar üçün isə zədələnmə riskinə qarşı ehtiyatlı olmaqda fayda var. Bu həftə özünüzü və şərtləri həddindən artıq zorlamamaq ən doğru yanaşma olacaq. Xoşbəxtlikdən cümə axşamı Merkuri ilə Veneranın harmonik qovuşması devrəyə girir. Bu enerji danışaraq, anlayaraq və orta yolu taparaq problemləri yumşaltmaq imkanı yaradır. İstər sevgi həyatında, İstərsə də uşaqlarla bağlı mövzularda olsun, şirin dil və doğru zamanlama hər şeyi toparlaya bilər. Ümumilikdə həftə olduqca hərəkətli keçəcək. Yerinizdə durmaqda çətinlik çəkə bilərsiniz. Sosial həyat, dəvətlər və münasibətlər sizi öz içinə çəkəcək. Göy üzü bu həftə sizə bunu xatırladır. Həqiqi tarazlıq, özünüzdən vaz keçmədən qurulan harmoniyadır. Başqalarını məmnun etməyə çalışarkən öz ehtiyaclarınızı görməzdən gəlməyin. Gözəl bir həftə arzulayıram, əziz tərəzilər, əziz əqrəb və yüksələn əqrəblər. Bu həftə səni güclü edən şey qaçmaq deyil, cəsarətlə üzləşmək olacaq. Göy üzü, xüsusilə Plutonun güclü təsiri ilə uzun müddətdir bastırdığın qorxuları, təxirə saldığın qərarları və görməzlikdən gəldiyin həqiqətləri üzə çıxarır. Ancaq bu, böhran dövrü deyil, əksinə yenidən qurulma və güc toplama zamanıdır. İndi özünə bu sualı verməlisən. Eyni şəkildə davam edəcəksən, yoxsa gücünü yenidən öz əlinə alacaqsan? Həftəyə ikili münasibətlər və şəxsi həyat mövzusu ilə başlayırsan. Sevdiyin insanla daha çox vaxt keçirmək, emosional paylaşımları artırmaq və başqaları ilə əməkdaşlıq etmək ön plana çıxır. Doğru insanlarla birlikdə hərəkət etdikdə, bu həftə sənə ciddi qazanc gətirə bilər. Ancaq bunun üçün tələskənlik deyil, şüurlu addımlar vacibdir. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi ilə birlikdə qarşıdakı 12 il ərzində iş, xidmət və sağlamlıq sahələrində yeni bir dövr başlayır. Xüsusilə bu ilk mərhələdə sağlamlığını ciddiyə almağın çox önəmlidir. Kiçik əlamətləri görməzlikdən gəlməməli, müayinələri təxirə salmamalısan. Neptunun təsiri bəzən mənbəyi aydın olmayan, çətin anlaşılan vəziyyətlər yarada bildiyi üçün diaqnozlarla bağlı ikinci rəy almaq sənə fayda verə bilər. Eyni zamanda, qidalanma rejimin, iş tempi
və gündəlik vərdişlərin də bu dövrdə yenidən nəzərdən keçirilməlidir. İş mühitində və yanında çalışan insanlarla bağlı bəzi fərqindəliklər yaşaya bilərsən. Bu dövrdə kimi, nəyi və hansı şərtləri ideallaşdırdığımı sorğulamağın gərəkəcək. Həddindən artıq fədakarlıq etdiyin və ya sərhədlərini qeyri-müəyyənləşdirdiyin sahələr daha aydın görünə bilər. Buna görə həm işdə, həm də gündəlik həyatda daha sağlam məsafələr qurmaq uzun müddətdə səni qoruyacaq. Çərşənbə günü Mars və Plutonun qovuşması həftənin ən diqqət tələb edən təsiridir. Bu iki güclü planetin bir araya gəlməsi qəzəbin asanlıqla alovlanmasına, ani reaksiyalara və nəzarətsiz çıxışlara zəmin yarada bilər. Xüsusilə ev mühitində qəzalara, ehtiyatsızlıqlara, kəsici deşici alətlərə və elektrik cihazlarına qarşı diqqətli olmalısan. İçində yığılan qəzəbi bastırmaq əvəzinə, onu dərk edib, sağlam şəkildə boşaltmaq vacibdir. Əks halda, bu enerji sağlamlıq üzərindən özünü göstərə bilər. Ailə böyükləri ilə münasibətlərdə də gərginlik arta bilər. Güc savaşlarına girməkdənsə, səbəb-nəticə əlaqəsini anlamağa çalışaraq irəliləmək səni daha çox rahatladacaq. Unutma, bu həftə hər şeyi mübarizə apararaq qazanmaq məcburiyyətində deyilsən. Xoşbəxtlikdən cümə axşamı Merkur ilə Veneranın qovuşması devrəyə girir. Bu təsir, bir gün əvvəl yaşanan sərtlikləri yumşaltmaq, danışaraq anlaşmaq və ortaq zəmin tapmaq imkanı yaradır. Düşünülmədən verilən reaksiyalar yerinə sakit və şüurlu ünsiyyətlə bir çox problemin həll oluna biləcəyini görə bilərsən. Sevgi və münasibətlərdə dürüstlük və açıq ünsiyyət bağları dərinləşdirir. Səthi münasibətlər ələnərkən həqiqi bağlar güclənə bilər. Subay əqrəblər üçün zehni və emosional uyğunluq tapacaqları bir tanışlıq mümkündür. Ancaq qısqanclıq və nəzarət hissini idarə etmək bu həftə xüsusilə önəmlidir. Ruhən intensiv, dərin və zaman-zaman tənha hiss etməyin mümkündür. Bu hissi məhsuldarlığa çevirmək sənin əlindədir. Yazmaq, araşdırmaq, psixologiya, spiritüel çalışmalar və ya yaradıcı hobbilərlə məşğul olmaq səni həm rahatladacaq, həm də dəyişdirəcək. Unutma, əziz əqrəb, dönüşüm asan deyil, amma sən onsuz da çətin olanı daşıya biləcək gücdəsən. Bu həftədən daha şüurlu, daha güclü və daha aydın çıxırsan. Göy üzünə güvən. Gözəl bir həftə arzulayıram. Əziz oxatan və yüksələn oxatanlar. Bu həftəyə iş tempinizin və gündəlik həyatınızın sürətləndiyi bir enerji ilə başlayırsınız. İş axını, məsuliyyətləriniz və rutinləriniz aktiv olacaq. Ümumilikdə rahat keçən bir həftə olsa da, xüsusilə boğaz, boyun və diş bölgəsi həssaslıq göstərə bilər. Qalxana bənzər vəzlə bağlı mövzular, boğaz ağrıları, öskürək, faringit və ya boyun tutulmaları gündəmə gələ bilər. İdmanla məşğul olan oxatanlar üçün çənə və boyun mahiyyəsinin yüklənməsinə diqqət etmək faydalıdır. Bunların mütləq baş verəcəyi anlamına gəlmir. Sadəcə bədəninizin verdiyi siqnalları ciddiyə almalı olduğunuz bir dövrdəsiz. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi ilə birlikdə, qarşıdakı 12 il ərzində sevgi, yaradıcılıq və özünü ifadə sahələrinizdə yeni bir səhifə açılır. Sevgini və romantik hissləri həddindən artıq ideallaşdıra bilərsiniz. Uşağı olan oxatanlar üçün uşaqlarla bağlı gözləntilərdə şişirtmə ola bilər. Ancaq bu keçid eyni zamanda bədii istehsal, yaradıcılıq və xəyal gücü baxımından son dərəcə məhsuldar bir dövrü də başladır. İlhamınız artır, baxış bucağınız genişlənir. Yalnız idman və sağlamlıq rutinlərində bəzən qeyri-sabitlik yaşana bilər. Həvəslə başlayıb, sonra yarımçıq qoymaq meylinə diqqət edin. Həftənin ən həssas günü çərşənbədir. Mars və Plutonun qovuşması ünsiyyət sahənizi hərəkətə gətirir. Yaxın çevrə, bacı-qardaşlar, qohumlar, qonşular və qısa səfərlər bu təsir altındadır. Güc mübarizələri, sərt sözlər, ani reaksiyalar və gözlənilməz mübahisələr gündəmə gələ bilər. Yol hərəkətində, təhsil mühitlərində və sosial mediada xüsusilə sakit qalmağa çalışın. Deyilən bir söz və ya yazılan bir cümlə lazım olandan artıq böyüyə bilər. Rəqəmsal mühitlərdə düşünmədən hərəkət etməkdən çəkinin. Cümə axşamı Merkur ilə Veneranın qovuşması həftənin ən toparlayıcı təsiridir. Yaşanan gərginlikləri danışaraq həll etmək, yanlış anlaşılmaları düzəltmək, lazım gələrsə üzr istəmək və münasibətləri yumşaltmaq üçün çox uyğundur.
Ağılla və qəlbdən qurulan cümlələr işləri asanlaşdıracaq. Göy üzü bu həftə sənə daha çoxu mümkündür deyir. Yupiterin dəstəkləyici təsiri ilə kəşf etmə, öyrənmə və yeni ehtimallara açılma istəyin artır. Ancaq hər fürsətə eyni anda atılmaq əvəzinə seçici olmağın vacibdir. İş həyatında fikirlərin diqqət çəkicidir. Paylaşsan, qarşılıq tapa bilər. Rəhbərlərlə ediləcək görüşmələrdə baxışını aydın şəkildə ortaya qoymağın fərq yaradacaq. Maddi mövzularda kiçik, amma sevindirici inkişaflar yaşana bilər. Bununla belə, həddindən artıq nikbin xərclər sonradan çətinlik yarada bilər. Tarazlığı qoru. Sevgi həyatında enerji yüksəkdir. Münasibəti olanlar üçün birlikdə edilən qısa planlar və fəaliyyətlər bağları gücləndirir. Subay oxatanlar üçün sosial mühitlərdə və ya səfərlərdə yeni tanışlıqlar mümkündür. Ailə və yaxın çevrə ilə təmas artır. Bu səni emosional olaraq qidalandıra bilər. Ancaq hər kəsə və hər şeyə bəli deməməyə diqqət et. Sağlamlıq baxımından iltihablanmaya meyl ola bilər. Nizamlı qidalanma və hərəkət önəmlidir. Təhsil, xarici dillər və şəxsi inkişaf sahələri isə olduqca dəstəklənir. Ruh halın hərəkətli, ümidli və gələcəyə açıqdır. Həftə sonu mədəni tədbirlər, qısa gəzintilər və ya ruhunu qidalandıran təcrübələr sənə çox yaxşı gələcək. Dünya böyükdür, əziz oxatan. Cəsarət etsən, yol həqiqətən açılır. Əziz oğlaq və yüksələn oğlaqlar. Bu həftəyə daha xoş, hərəkətli və canlı bir enerji ilə daxil olursunuz. Ayın 5-ci ev vurğusu sizə sevinç gətirən sahələri, uşaqlarla bağlı mövzuları, hobbiləri və həyatın dadını çıxara biləcəyiniz anları ön plana çıxarır. Bəzi həftələr ağır başlayır, bəziləri isə nəfəs aldırar. Bu həftə hər ikisini bir arada yaşadır. Xoş təsirlər var, amma diqqət tələb edən vacib mövzular da mövcuddur. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi ilə sizin üçün uzun müddətli bir dövr başlayır. Qarşıdakı 12 il ərzində ev, yuva, ailə və məskunlaşma mövzuları həyatınızda daha qabarıq rol oynayacaq. Ailə həyatınızda nəyi xəyal etdiyinizi, necə bir nizam qurmaq istədiyinizi daha aydın şəkildə sorğulamağa başlaya bilərsiniz. Köçmək, ev alqı-satqısı, kirayə, torpaq məsələləri və ya evlə bağlı iri-kiçik investisiyalar bu müddətdə gündəmə gələ bilər. Lakin Neptun təsiri ilə bəzi detalları gözdən qaçırmaq və ya reallığı həddindən artıq ideallaşdırmaq riski də var. Xüsusilə ailə üzvləri ilə edilən planlarda və maddi qərarlarda hər şeyi diqqətlə yoxlamaq faydalı olacaq. 14 fevralda Saturnun da bu sahəyə daxil olması xəyallarınızı reallığa çevirmək üçün sizə güc verəcək. Qarşıdakı 2 ilə qədər 2,5 il ərzində qalıcı addımlar ata. Uzun zamandır arzuladığınız bir nizamı gerçəkliyə çevirə bilərsiniz. Yenə də, Neptunun uzun müddətli təsiri səbəbilə irəliki illərdə əvvəlcə fərq edilməyən detalları sonradan görəcəyinizi unutmayın. Həftənin ən həssas günü çərşənbədir. Mars və Plutonun qovuşması maliyyə sahənizi hərəkətə gətirir. Maddi mövzularda ani reaksiyalar, xərclərlə bağlı gərginliklər və ya pul məsələlərindən qaynaqlanan mübahisələr yaşana bilər. Aldadıldığınızı düşündüyünüz və ya haqsızlıq hiss etdiyiniz vəziyyətlərdə qəzəblə davranmaq problemləri böyüdə bilər. Pul, dəyərlər və güvən mövzuları bu günlərdə sizi daha çox sıxa bilər. Buna görə iri xərclərdən, ani çıxışlardan və tələsik qərarlardan uzaq durmaq çox önəmlidir. Xoşbəxtlikdən cümə axşamı Merkuri ilə Veneranın qovuşması vəziyyəti yumşaldan və həll yönümlü bir təsir gətirir. Danışaraq, uzlaşaraq və doğru sözləri seçərək həm maddi, həm də emosional mövzuları daha sağlam bir zəminə daşıya bilərsiniz. İlk baxışda çətin görünən məsələlər həftə irəlilədikcə yoluna düşə bilər. Xüsusilə cümə axşamı və cümə günləri vacib görüşlər və əlaqələr baxımından dəstəkləyicidir. Həftə sonuna doğru diqqətiniz ikili münasibətlərə və şəxsi həyatınıza yönəlir. Sevdiyiniz insanla vaxt keçirmək, emosional paylaşımlar və səmimi söhbətlər sizə yaxşı təsir edəcək. Göy üzü bu həftə sizə bunu xatırladır. Sürətli olmaq deyil, möhkəm irəliləmək qazandırır. Nizam-intizam, səbir və doğru struktur qurma bacarığınız bu dövrdə ən böyük gücünüzdür. Maddi mövzularda riskdən uzaq durmaq, uzun müddətli planlara sadiq qalmaq vacibdir. Sevgi həyatında isə səthi deyil, dərin və güvən verən bağlar ön plana çıxır. Subay oğlaqlar üçün
Yavaş irəliləyən, amma sağlam təməl üzərində qurulan bir münasibət ehtimalı yüksəkdir. Sağlamlıq baxımından stresin idarə olunması, yuxu rejimi və qidalanma vərdişlərinə diqqət yetirməli olduğunuz bir həftədir. Təhsil və şəxsi inkişaf üçün atılan hər addım isə gələcək dövrlərdə sizə ciddi üstünlüklər qazandıra bilər. Bu həftənin mesajı açıqdır. Qalıcı uğur tələskənliklə deyil, səbr ilə qurulur. Göy üzü sizi dayandırmır, sizi gücləndirir. Addım-addım, möhkəm şəkildə yüksəlirsiniz. Bunun fərqində olaraq irəliləyin. Əziz dolça və yüksələn dolçalar, bu həftə diqqətiniz əsasən evinizə, ailənizə və daxili dünyanıza yönələcək. Evdə vaxt keçirmək, biraz dayanmaq, özünüzü dinləmək və sevdiklərinizlə daha sakit anlar paylaşmaq istəyə bilərsiniz. Əslində göy üzü bu mövzuları dəstəkləyir. Lakin həftənin ortasında diqqət tələb edən güclü təsirlər də mövcuddur. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi sizin üçün uzun müddətli və vacib bir prosesi başladır. Qarşıdakı 12 il ərzində ünsiyyət, yaxın çevrə, təhsil, ticarət, rəqəmsal işlər və qısa səfərlər sahəsində xəyallarınız böyüyə bilər. Yeni ideyalar, layihələr və təşəbbüslər zehninizdə canlanmağa başlayacaq. Əgər 14 fevraldan sonra Saturnun da bu sahəyə daxil olması ilə tələsmədən, planlı və sistemli şəkildə irəliləsəniz, xəyal etdiyiniz bir çox şeyi reallığa çevirmə şansınız olduqca yüksəkdir. Bu prosesdə yaxın çevrənizlə olan münasibətlərinizi də yenidən dəyərləndirəcəksiniz. Qardaşlar, qohumlar, əmi oğlular, xala qızılar və çox yaxın dostlarla bağlı fədakarlıq mövzusu ön plana çıxa bilər. Kimisə incitməmək üçün həddindən artıq güzəştə getmək meyli yarana bilər. Lakin Neptunun aldadıcı tərəfi səbəbilə ən böyük məyusluqları da məhz bu yaxın bağlar vasitəsilə yaşamaq ehtimalı var. Buna görə yaxşı niyyətlə irəliləyərkən sərhədlərinizi qorumaq vacibdir. Həftənin ən çətin nöqtəsi çərşənbə günüdür. Mars və Pluton sizin bürcünüzdə qovuşur. Bu təsir gücü necə istifadə etdiyinizi çox aydın şəkildə göstərir. İşdə, ailədə və ya sosial çevrədə nəzarət ehtiyacı, yığılan qəzəb və təzyiq hissi arta bilər. Niyə hər şey nəzarətimdən çıxır, düşüncəsi ağlınıza gələ bilər. İctimai hadisələrə qarşı reaksiyalarınız sərtləşə, içinizdə yığılan qəzəbi çölə çıxarmaq istəyə bilərsiniz. Bu nöqtədə sakit qalmaq çox önəmlidir. Qəzalara, diqqətsizliyə və ani sağlamlıq problemlərinə açıq bir gün olduğu üçün həm bədəninizi, həm də ruhunuzu qorumağa çalışın. Heç kimlə, hətta özünüzlə belə mübarizəyə girməyin. Cümə axşamı Merkur ilə Veneranın qovuşması həftənin şəfalı təsirini gətirir. Özünüzə qarşı amansız olduğunuz, həyatın sizi çox yorduğunu düşündüyünüz sahələrdə baxış bucağınızın hər şeyi necə dəyişdirdiyini fərq edə bilərsiniz. Doğru sözlər, doğru zamanlama və sağlam ünsiyyətlə bir çox mövzunun yoluna düşdüyünü görəcəksiniz. Bu həftə sanki necə baxırsansa, elə də olur mövzusunu işləyir. İnandığınız, niyyət etdiyiniz və əziyyət çəkdiyiniz şeylər qarşılığını tapa bilər. Göy üzü eyni zamanda sizi səhnəyə dəvət edir. Günəş bürcünüzdə irəlilədikcə görünürlük, özgünlük və cəsarətli başlanğıclar dəstəklənir. İş həyatında fikirlərinizi ortaya qoymaq, təşəbbüs almaq və fərqliliyinizi göstərmək sizə qazanc gətirə bilər. Maddi mövzularda yeni gəlir ideyaları gündəmə gələ bilər. Lakin riskdən çox strategiya sizə üstünlük verəcək. Sevgi həyatında isə səmimiyyət ön plandadır. Münasibəti olanlar üçün açıq və dürüst söhbətlər bağı gücləndirə bilər. Subay dolçalar üçün zehni uyğunluğun yüksək olduğu birinə qarşı cəsarətli addım atmaq sürpriz inkişaflara qapı aça bilər. Sevgi bu həftə rol oynamır, olduğu kimi yaşanır. Həftə sonuna doğru sağlamlığınıza daha çox diqqət yetirməyiniz faydalı olacaq. Dincəlmək, zehni sakitləşdirən fəaliyyətlərlə məşğul olmaq və təbiətlə təmasda olmaq sizə yaxşı təsir edər. Cümə günü isə daha axıcı, xoş enerjilər aktivdir. Bu həftənin mesajı çox aydındır. Özün olmaqdan vaz keçmə. Sən dəyişmisən və indi bunu həyatına əks etdirməyin zamanıdır. Cəsarətlə atılan ilk addım uzunmüddətli və güclü başlanğıcların xəbərçisidir. Göy üzü səni, sən olduğun üçün dəstəkləyir. Əziz balıq və yüksələn balıqlar. Bu həftə ünsiyyət trafiniz olduqca intensivdir. Yaxın çevrəniz, qohumlarınız və bacı qardaşlarınızla bir araya gəlmək, uzun zamandır danışılmayan mövzuları gündəmə gətirmək və münasibətləri gücləndirmək üçün uyğun zamandır. Planlaşdırdığınız işlərin böyük bir hissəsini
bu həftə problemsiz şəkildə həyata keçirə bilərsiniz. Həftənin ortasında ev, ailə və yuva mövzuları ön plana çıxarkən, cümə və şənbə günləri sizi xoşbəxt edən, zövq aldığınız fəaliyyətlərə yönəlmək ruhunuza çox yaxşı təsir edəcək. Həftə sonu enerjisi şən və axıcıdır. Lakin həftə içində diqqət etməli olduğunuz bəzi həssas təsirlər də mövcuddur. Bazar ertəsi Neptunun Qoç bürcünə keçməsi sizin üçün uzunmüddətli maddi fərqindəlik dövrünü başladır. Qarşıdakı illərdə pul, qazanc və dəyər anlayışınız ciddi şəkildə dəyişəcək. Neptun sizə pulla bağlı nələri ideallaşdırdığınızı, hansı sahələrdə həddindən artıq fədakarlıq etdiyinizi və haralarda sərhəd qoymaqda çətinlik çəkdiyinizi göstərəcək. Bu keçid eyni zamanda fərqli mənbələrdən gəlir yaratmaq bacarığınızı da gücləndirə bilər. Sahibkarlıq cəsarətiniz arta, daha əvvəl addım ata bilmədiyiniz sahələr hərəkətlənə bilər. Xüsusilə əməyin, gücün, hərəkətin və bədən enerjisinin ön planda olduğu işlərdə idman, avtomobil sənayesi, müdafiə sənayesi, metal, dəmir polad kimi sahələrdə və ya fiziki gücə əsaslanan peşələrdə sürətli qazanc imkanları yarana bilər. Bununla yanaşı, Neptuniyen sahələr olan neft, kimya, boya, kimya, ayaqqabı və oxşar sektorlarda doğru planlama ilə qazanc gətirə bilər. Saturnun qarşıdakı dövrdə bu sahəyə verəcəyi dəstəklə xəyallarınızı daha möhkəm təməllər üzərində qurmaq şansınız olacaq. Ancaq detalları gözdən qaçırmaq, maliyyə məsələlərində həddindən artıq idealist və ya nəzarətsiz davranmaq gələcəkdə çətinliklər yarada bilər. Bu səbəbdən qazancda həm yüksəlişlər, həm də dalğalanmalar ola biləcəyini nəzərə alaraq ehtiyatla irəliləmək vacibdir. Çərşənbə günü Mars-Pluton qovuşumu sizin üçün taleyüklü sayılan bir sahədə baş verir. Bu təsir, xarici şərtlərdən qaynaqlanan ani hadisələri gündəmə gətirə bilər. İş həyatında tətillər, kollektiv daxili böhranlar və ya sizin nəzarətinizdən kənarda baş verən sərt hadisələr diqqət çəkə bilər. Xəstəxanalar, qapalı məkanlar və ya rəsmi qurumlarla bağlı mövzular da sürətlənə bilər. Bu prosesdə təhlükəli mühitlərdən və riskli vəziyyətlərdən uzaq durmağınız çox önəmlidir. İctimai hadisələrə reaksiyalarınız arta bilər. Lakin hadisələrin mərkəzinə çəkilməmək üçün daha sakit və ölçülü mövqe sizə çox şey qazandırar. Eyni zamanda ananızın bacı qardaşları, həyat yoldaşınızın və ya partnyorunuzun işi və sağlamlığı ilə bağlı önəmli xəbərlər gündəmə gələ bilər. Bu inkişaflar sizi emosional olaraq təsirləndirə bilər. Lakin soyuqqanlı qalmaq və hər yükü üzərinizə götürməmək bu həftənin əsas dərslərindən biridir. Əgər yazır, çəkir, yaradır və ya akademik bir işlə məşğulsunuzsa, həftə sonuna doğru zehni tıxanıqlıqların açıldığını, sizi aşağı çəkən şüuraltı qəliblərin dağıldığını açıq şəkildə hiss edə bilərsiniz. Uzun müddətdir tamamlanmayan bir işin bitməsi və ya önəmli bir addımın atılması mümkündür. Bu prosesdə Merkuri-Venera qovuşumu çətin vəziyyətləri danışaraq həll etmə fürsəti yaradır. Açıq ünsiyyət, doğru sözlər və konstruktiv yanaşma sayəsində bir çox düyün öz-özünə açıla bilər. Narahat olmayın, bu həftə işlər düşündüyünüzdən daha yumşaq şəkildə irəliləyə bilər. Həftə sonu isə həm evinizdə hüzur tapacağınız, həm də sevdiyiniz insanlarla xoş vaxt keçirəcəyiniz bir zaman sizi gözləyir. Ruhən təmizlənmək, sezgilərinizi dinləmək və özünüzə qarşı mehriban davranmaq bu həftənin ən böyük qazancı olacaq. Göy üzünün mesajı aydındır. Sezgin sənin pusulan olsun, amma ağlı kənara qoyma. Hiss et, dinlə, amma özünü itirmə. Daxili müdrikliyiniz bu həftə sizə yol göstərəcək.